Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi əmək pensiyaları haqqında qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 160 manatdan 200 manata çatdırılır. Bu barədə Xəbərə Doğruya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqədar və Kommunikasiya şöbəsindən məlumat verilib. Dövlət başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Minimum pensiya 116 manatdan 160 manata çatdırılmışdır və həmin artım 233 min vətəndaşı əhatə etmişdir.